verərdi. Amma qəblərdə bir ümid vardı. Bahar gələcək, yaz gələcək. İnsanlar baharın gəlişini, təbiətin oyanmasını həvəslə gözləyirlər. Bu bayram hər gün xalqımızın ən qədim bayramlarından biri olmuşdu. Novruz sözünün mənası elə yeni gün, yeni ay, yeni il deməkdir. Baba qaddız, zəməni düzəltmək, yumurta döyüşdürmək, xonça bəzəmək, dadlı şirniyyatlar hazırlamaq Novruz adətlərindəndir. Azərbaycan xalqı da hər il Novruz bayramına böyük həvəslə hazırlaşırlar. Bugün bir el sinifinin birincileri sizinle birlikte baharın gəlişini qeyd edəcək. Yaşıllaşıb yenə də təbiət coşa gəlib, nə xoşdur vətənimə, bayramlar qoşa gəlib. Ömrüm
gətir, bolluk gətir. Bağçalara, bağlara, vətənin torpağına ruzi yetir, bal yetir. Sən səbəb saçanələrdə çiçəklər arası nədir? Güneşin yüzünü tutarım. Onu görünmeye koymaram. Axı biz güneşin istisi nuru için dardıqmışıq. Biz güneşi isteyirik. Biz güneşi isteyirik. Dünya dağılsa belə çəkilən deyiləm. Nədir dersən ki, yəni 3-5 günlük ömrümü güneşi görmədən, istisini duymadan sürüp gedim. Güneş her zaman var. Amma mən olmasam, yağış da olmaz. Yağış olmazsa siz susuz qalarsınız. Başa düşdünüz, siz belə şeyləri bilməksiniz. İnsafın olsun ay Qarabulu. Çəkil get daha. Üzmə ürəyimizi. Qışın soğuğunda şaftanın sızıltısından üzüldü canımız. Kimdir mənim adımı çəkən? Dincəlməyə də qoymursunuz. Çoğunluq illər üçün darıxmışız bəlkə. Yox. Biz güneşi isteyirik. Biz baharı isteyirik. Bir avuç kar topu için bana yalvarardınız.
Şimdi soğukşilə törətmişəm. Öz şanlı keçmişimdə. Qal şahdadır dostlarım. Əzəldən qardaşıq biz. Uçsalar qanadlarım. Körməyədəyimiz. İndi sözünüz nədir? Deyirsiniz ki, yerimizi günəşə, bahara verək. Gəlin mənlə. Baş. Bahar gəlir ellərə, çəmənlərə, çöllərə. Baharda bizim qızlar bənzəyir çiçəklərə. Bahar gəlir ellərə, çəmənlərə, çöllərə. Baharda bizim qızlar bənzəyir çiçəklərə. Çiçəklər də gözəldir, çəmənlərə bəzəkdir. Çiçəklər də gözəldir, çəmənlərə bəzəkdir. Uçub gəlirlər quşlar, uzaq-uzaq ellərdən. Çələk hörürlər qızlar, bu gözəl çiçəklərdən. Uçub gəlirlər quşlar, uzaq-uzaq ellərdən. Çələk hörürlər qızlar, bu gözəl çiçəklərdən. Çiçəklər nə gözəldir, çəmənlərə bəzəkdir. 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 Novruzdan əvvəl 4 sehrli çərşənbə vardı. Bunlar insanlara təbiətin gücünü göstərirdi. Bunlar olmadan Novruz olmaz. Su həyat deməkdir. Təmiz idi. Hər damla baharın bolluğunu müjdələyirdi. Sonra insanlar tonqal yandırırdılar. Kiçik tonqal yandırırdılar. O pisliyi aparıb yaşını gətirib deyərdi nələrimiz. Havanın sindiyini hiss edərək kəndlər ətrafa baxırlar. Dərin nəfəs alırlar. Nəhayət torpaq çərşənbəsi gəldi. Kəndlər torpağı əkib becərirlər. Torpaq bolluk, məhsuldarlıq və həyatının davamlığı demək idi. Sel çapağı, su çapağı.
yağış, doldu yağış, quyulara doldu yağış. Kolların gözü açık, ormanların üzü açıp, durnalardır uçup gedən kakırdaşa kakırdaşa, çaylardır axıb gedən dəryalara şaqqırdaşa şaqqırdaşa. Mən oddan yaranmışam, oddur südüm, nəfəsim, od rənginə boyanmışam, oddur hənirim, səsim, taxılım da oddandır mənim, oddur gülüm, çəmənim, ömrüm günüm odda yaşar, meyvələrim oda oxşar, odlar mənim hakimimdir, mən odların hakimiyəm. Anam oddur, babam oddur, odur ki, od kimiyəm. Odsuz oda oxşamazdım, odsuz sonsuz yaşamazdım. Ay el baba, qurban sənə, gəl baba. Taxımız yerdə qaldı, yaxamız əldə qaldı. Ay el baba, qurban sənə, gəl baba. Saman sənindən məni, duman sənin çəmməni. Açıldı hava, qurtardı dava, gitti qış, gəldi yaz. Doğdu günəş, bitdi yaz. Çölə çıxdı qoyun qızı, güldü yenə göynüzü. Dürcə yenə çiyaşdı, günəş qovdu, soğuk qaçdı. Soğuk qar var, isti günəş, yaz akışın davasıdır. Görən deyir zədəyə, meyhoş meyit də, gözəl yazın havasıdır. Torpağa bax, torpağa, sanki qalxıb ayağa. Buharranım nəfəsi, oyanıbdır həvəsi. Qızıl öküz tərpənir, torpaq sanki dillənir. Çəmənim harda qaldı, səmənim harda qaldı? Getdi qarı yorğanım, getdi çənli dumanım. Gəlsin xal xalçalar, yollar boy yoncalar. Bağın olsun, əkin olsun, mənim ana qucağım. Səpin olsun, bikin olsun, gülsün hər bir bucağın. Adan harı halalan, sudan quru cavana. Ey! Ağırlığım, uğurluğum odlara, yazda mən toplanmayan yallara. Ağırlığım od olsun, odda yanan yad olsun. Hey! Yaddan yadı var, qoxumdan dadı var,
xoş gəlibdi. Yurdumun gündüzünə günəş, günəş, günəş. Dostlar, mən hər zaman yanınızdayam. Öz odumu, nurumu heç vaxt sizdən əsirgəlmərəm. Biz sənin nurun üçün, şəfəqlərin üçün çox darıxırdıq. Ancaq xeyli vaxt idi ki, qara bulud aramıza girmişdi. Bizləri bir-birimizdən ayırmağa çalışırdı. Biz yaman qorxduq. Bilirdik ki, yeryüzünü qarlı, boranlı qış bir dəfəyə çalar, hər tərəfə qaranlıq çökər. Qara bulud başımızın üstündən çəkilməz. Ömrümüz, günümüz əsalətdə, qaranlıqda keçər. Məni sevməsəniz də, mənsiz bahar olmaz. Bunu bilmirsiniz? Üz gözüm tutqun olsa da, bahar fəsli üçün yağmurun meyilli bərəkətlidir. Doğrudur əzizlərim. Əgər mən burada görünmürəmsə, deməli başqa bir məkanda sizin kimi körpələrin qəlbini isidirəm. Günəş artıq hər yeri isitdi, torpağı canlandırdı. Yəqin ki, indilərdə meşədə dərin qış yuxusuna getmiş canlarımız doyanar. Sanki hər tərəfə bir təravət, bir fəraqlıq duyuldu. Hə, ayı, sincab, dovşan, kirpi, arı, qarışqa. Budur, deyə sayandılar, özləri də gəlirlər. Kış gelince yatarak Yaşlılar kalarak, akboyar meşeler, havacılar köşeler, yandılar bebeyaz, akayat halıra, uyuyor, gözlediyor. sevinçle şadlanarak Akrabalarını ayrıca yiyerek, çok dostlar handını, dostlarımı severek. Ölümle dostlarınla, xeyrinle onunla dostum dostum değilsen, ortalıkta yeysen, sonra da kan cezirsen. Bil ki bu yeryüzünde artık zəhmətdir. Hiçbir olabilmez. Ben işlerim sen sayın. Beş özünden diyen de bir defa da benden. Om 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 om. Səsində oyanıb, evə bir gəlib yaz. Bir diqqətli ovasın, yaşasın biraz az. Böyle
yemiş bir kaşı, günleri çatmaz mənə. İğne dikanlarınla göstərərəm mən sənə.
Torpaq sinməyə başlar, ağaclar tuğurcuqlayır. Quşlar isti diyarlardan geri qayıdır. Səmənin cücəri bayram şinyasları hazırlanmağa başlayır və böyük sevinclə Novruzun gəlişini gözləyirlər. Bayram şinyaslarımız hazırdır. Nənə Qurban sırtdan biraz nədir, hazır olacaq. Nənə Qurban 5 sənəxi Səməni xala ilə Xonça xanıma salam vermədir. Salam nənəmin ən sevimli qonaqları. Salam Cüstan. Salam Cüstan. Maşallah, maşallah Cüstan. Necə böyük oğlan olmuşsan. Ay Səməni, bilmirsən, Cüstan bu ildə liseye gedir. Maşallah, maşallah Cüstan. De görün dərslərini necə oxuyursan. Yaxşı oxuyuram Səməni xala. Nənə bilirsən, dostlarım kösə ilə çitən də gələcək. Əlbəttə gələcək Nənə Qurban, Novruz babam, Baxar xanım, hər kəs bizə qonaq gələcək. Bala, biz qonaqpərvər xalqıq. Ah, qapıda döyüldü, gedib qonaqları qarşılayın. Salam, salam, bayramınız mübarək. Ay Novruz, gözümüz yolda qalmışdı. Salam əllər o bala. Mən Novruz babaya. Gəlmişəm köynəkli yola salmağa, yeni ili gətirməyə. Novruz baba, bizim evimizə xoş gəlib səfa gətirmişsən. Xoş gələk, ay cırtdan. Salam, salam ay dostlar. Torpaq olan çəkilər açıb artıq mən gəldim. Xoş gəlmişsən Bahar xanım. Sənin gəlişində elə bir dünya təzələnib, hamı gülüb, hamı sevinir. Xoş gəlmisiniz Novruz baba, Bahar xanım. Mən də Səməniyəm. Həyatın yeniliyin rəmziyəm. Yaşıl yarpaqlarım ümid deməkdir. Dan, de görək, bayram şinyatlarımız hazırdır. Bu kösədən öncə öz qarnına düşünür. Canay kösək sənə hazırladığım şəkər buraları, paxlavaları, qoğalları gətirərəm. Salam mənim əziz şinyatım. Şəkər buraları,
öksür sizden adamın. Ürəyim çox yeyəndə, şorundan ləzzət verir sizə deyəndə. Şirədə gözlərim tutdu, ləzzətim güləşimi parıdan, yaraşıqlı sifətim. Saçlarım var mənim, yaraşıqlıyam yaman. Dediyənizdə işlər doymaq olmur dadımdan. Saçlarım var mənim, yaraşıqlıyam yaman.
Əziz, hörmətli valideynlər, məktəbimizin direktoru Gülşən xanım, Telli xanım, Rəna xanım, hər birinizə ürəkdən təşəkkür edirik. Əvvəla bizə gözəl şərait yaratdınız, bayrama hazırlaşdıq. Təşəkkürlər çoxdur. İlk təşəkkürümüz Rəna xanım, ssenari müəllifimiz, Xuraman xanım, Kəmalə xanım uşaqlarla məşq ediblər, rejissor qismində çıxış ediblər. Rəqs müəllimlərimiz, İlham müəllim, Zülfiyə müəllimə uşaqların üzərində böyük əməkləri olub. Hər birinə dərin təşəkkür edirəm. Və bayram münasibəti ilə sizin hər birinizi təbrik edirəm. Sizə gözəl günlər, xoş günlər arzulayıram. Bu Novruz təbiəti canlandırır. Hər bir evə bol ruzi, bol bərəkət gətirsin. Və bizim Azərbaycan balalarımız, övladlarımız azad, firavan dövlətdə yaşasınlar. Hər birinizə gəldiyinizə görə təşəkkür edirəm və ən böyük təşəkkür isə şagirdlərə düşür, mənim balalarıma. Sözsüz ki, təşəkkür uşaqlara düşür, amma bu uşaqları bu ərsəyə çatdıran müəllimin çox böyük əməyi var. Və bugün bu əməyin bəhrəsini ilk dəfə səhnədə bugün gördük. Həqiqətən də Novruz bayramı xalqımızın milli mənəvi dəyərləri özündə əks etdirən müqəddəs bayramıdır. Və əsl Azərbaycanlı olaraq bu mənəvi dəyərləri öyrənmək, yaşatmaq bir vətəndaş olaraq hər birimizin borcudur. Və bugün ilaxır çərşənbədir, torpaq çərşənbəsidir. Bizim müqəddəs torpaqlarımız azad torpaqlarımızın çərşənbəsidir. Mən hamınızı təbrik edirəm. Və bugün Gülşən xanım sizə minnətdaram. Eyni zamanda məktəbi dəstəkləyən, məktəbin bütün proseslərində iştirak edən siz valideynlərə təşəkkür eləmək istəyirəm. Çünki sizin dəstəyiniz olmadan bu cür bayramları ərsəyə gətirmək çox çətindir. Minnətdaram ki, uşaqların hər çıxışına öz alqışlarınızla cavab verdiniz. Çox sağ olun, bayramınız mübarək.